Qonaqdır. Bakıdan gəlib mənim yanıma. Tanış oluruz ha. Bakı muzeyindən bizə qonaq gəlib. Xoş gəlib, səfa gətirib. Qonaq evin yaraşığıdır. Gözümüz üstə yerim var. Sağ ol. Bağışda heyvanları rahatlamalıyam. Şəhərdə yediyin kebab hara? Bu hara? Əş kebab deyək ki o. İndi sənin üçün bir kebab pişirəcəyəm. Çoban kebabı. Parmaqlarımın 5'ini də yalayacaqsan. Dadı damağından getməyəcək. Gör Səidə xala hava yerə nə qədər vaxt itirib. İndiyəcən neçə gözəl xalça toxumuşdu. Atam evdən gedəndən sonra anam dəzgaha yaxın durmur. Kişinin xoşuna gəlmirdi ki, arvadını şəhərə çağırırlar. Şəkli qəzetlərdə çıxır. Xaricə göndərmək istəyirlər. Bunu bəhanə eləyib evdən getdi. Dağın o tərəfində olur. Ailəsi, uşaqları. Heç üzünü də görmürük. Gəl Fərid, gəl. Kebaba baxayım. Belə kebabın adam iyindən doyar. Kebabı isti-isti yiyərlər. Bağışla, bizim evdə içki olmur. Eybi yox. Əgər ürəyin istəyirsə gedib dəmirdən ala bilərəm. Yox əş, lazım deyil. Mən özüm içən deyiləm. İçmə, əcəb elirsən ki içmirsən. Elə mən də həvəskarı deyiləm. Belə də hərdən bir, düşəndən düşənə. Toyda, ad günündə, xeyir işdə. Elə bilmə ki, dəmir əhli kefdir. O da elə belə, qonaqları üçün saxlayır. Keç öbür otağa. Səidə xala, bəs mən Bakı əli boş necə qayıdım? Nə deyim orada? Deyinən yoxdur Səidə, ölüb.
Qoy məni bir də axtarmasınlar. İstəsəz mən bir də gələ bilərəm. Siz bu xalçanı toxuyub qutarandan sonra. Yox. Bu xalça mənim qızımın ceyizidir. Onu da heç kəsə verən deyiləm. Mən bir şeyə başa düşmürəm. Sən kətləri gəzirsən, dağlara qalxırsan, evləri ələk-vələk eləyirsən. Gah xalça alırsan, gah da üzün köçürdürsən. Bunun hökumətə nə xeyri? Xeyri Ne var. olsun? Mən sənin rızına necə başa salım? Hər xalça ustasının öz məktəbi var. Ənənəsi var. O da nəsildən nəsilə keçir. Amma çox təəssüf ki, barədə heç bir kitab dərslik yazılmayıb. Bax elə Səidə xala. Əgər o toxumağın daşını atsa, demək onun indiyəcən yaratdıqları itib batacaq. Mən onların üzünü köçürürəm ki, bu nümunələr gələcəkdə itməsin və... Dəmir, orada niyə dayanmısan? Gəl içəri. Bəs ocağı niyə yandırmamısınız? Üşümürsünüz yani? Qonağın ucbatından yandırmırıq. Buxarının bacası xarabdır. Düstü bürüyür işlərini. Qonağın gözlərinin qarası getməz. Aclığın var. Bəlkə çay içəsən? Sərin su içərdim. Sən otur. Bu boyda qız dura-dura sən niyə narahat olursan? Qoy o gətirsin. Xeyr ola, nə belə bəzənib düzənmisən? Bəlkə bayram zatdı, xəbərimiz yoxdur. Yatmaq vaxtıdır. Sizdə darısqallıqdır, etiraz eləməsəz, qonağı özümlə apara bilərəm. Bizdə qonaq üçün həmişə yer tapılar. Sizin çarpayı xoşuna gəlib deyəsən. Yoxsa qadınları çöldə yatmağa məcbur eləməzdi. Kişi qoyub adını. Çölə çıx. Sözüm var sənə. Səni yenə də gölə aparacağım səhər tezdən mənim üçün. Süfrəniz həmişə açıq olsun. Bağışla, yaxşı olar ki, sən bu gecəni başqa yerdə qalasan. Zənən xeylaqlarının yad kişi ilə bir otaqda qalmağı, özün bilirsən də. Burada bizim bir daxmamız var. Elə mən özüm də çox vaxt orada yatıram. İstəyirsən, mən də gecə səndən qalım orada. Sənin üçün ora rahat olar.